Elə ədviyyatlar var ki, qiymətli qızıla bərabərdir. Bu qiymətsiz ədviyyatlardan biri də zəfərandır. Qədim zamanlarda bu ədviyyatın 1 qramı 1 qram qızılla ölçülürdü. İllər ötsə də zəfəran hər zaman öz qiymətini qoruyub saxlayıb. Əvvəllər zəfəran müqəddəs, ilahi ədviyyat sayılırdı. Ondan müxtəlif dini ayinlərdə istifadə olunurdu. Zəfəran yeməklərə, ədviyyatlara xüsusi dad verir. Bundan əlavə bu ədviyyatın insan orqanizmi üçün xüsusi müalicəvi təsirləri də var. Zəfəran beynin fəaliyyətini möhkəmləndirir, toxumaların inkişafına kömək edir, yaddaşı gücləndirir, xərçəng hüceyrələrinin böyüməsinə mane olur. Bu xəstəliyin qarşısının alınması üçün profilaktik vasitədir. Mədə-bağırsağın fəaliyyətini tənzimləyir, orqanizmdəki toksinləri xaric edir, böyrəkləri və sidik kisəsini təmizləyir. Balla qarışdırılanda isə bu orqanlarda daşların yaranmasının qarşısını alır. Qanı təmizləyir, ürək-damar sistemini yaxşılaşdırır. Orqanizmin hüceyrələrini qidalandırıcı maddələrlə təchiz edir və hüceyrələrin yenilənməsini yaxşılaşdırır. Zəfəran yuxusuzluq və nevrozla mübarizədə əla vasitədir. Həmçinin baş ağrılarını da aradan götürür, əsəb sistemini sakitləşdirir. Allergiyadan xilas edir, yanıq və şişləri müalicə etmək üçün də əla vasitədir. Zəfəran qarında olan spazmaları və köpü aradan götürür. Həmçinin içki aludəçiliyindən azad olmağa da kömək edir.